Beləliklə Venezuela. Bu mövzu bir hərbiçinin uğursuz çevriliş cəhdindən sonra necə sağ qalıb nəticədə prezident olması, avtobus sürücüsünün sədaqəti və uğursuz idarə etmənin ən varlı ölkəni necə səfil günə salması barədə olacaq. Mən özüm tarixnadır kitabı yazdım. Mövzuya keçməmiş, yenə də heç olmasa YouTube kanalımıza abunə olub, like və şərh atmanızı xahiş edirəm ki, həm bir yerdə inkişaf edək, həm də sizin üçün daha maraqlı videolar çəkmək üçün motivasiya olsun. Beləliklə, Venezuelanın taleyi köklü şəkildə 20-ci əsrin əvvəllərində orada neft tapılandan sonra dəyişdi. Məlum oldu ki, ölkə dünyanın ən zəngin neft ehtiyatlarına malikdir. Neft var, amma onu kim çıxardacaq? Əlbəttə ki, ingilislər və amerikanlar. Beləliklə, heç kimin bəyənmədiyi yazıq anglosakslar, yalansa yazıq ilan nəysə, başlayır Venezuelada mədənlər qazıb neft çıxarmağa. Ölkə qısa müddətdə durmadan zənginləşməyə başlayır. 20-ci əsrin ortalarında Venezuela dünyanın ən zəngin və firavan ölkələrindən biri idi. 1973-cü ilin 6 oktyabrında Suriya və Misir daha əvvəlki konfliktlərdə itirdikləri torpaqları geri qaytarmaq üçün İsrailə qarşı müharibəyə başlayır. Nəticədə İsrail ikisinin də xoruzunu verir qoltuğuna, heç nə geri qayıtmır, tərsinə Suriya qalan yüksəkliklərini, Misir isə Sinay yarımadasını itirir. Amma ərəb ölkələrinin qatıldığı APEC təşkilatı bu müharibədə İsraili dəstəkləyən ABŞ, Yaponiya, Niderland və digər qərb ölkələrinə qarşı neft embarqosu tətbiq edir. Yəni, ora neft ixracına qadağa qoyur. Neftin qiyməti barel üçün 2,9 dollardan 11,65 dollara sıçrayır. Təsəvvür edirsiniz, hardasa 50 il bundan əvvəl neftin qiyməti 3 dollar idi. 11 dollar isə misli görülməz bahalaşma hesab olunurdu. Bütün bu həngamədən qazanan isə okeanın o tərəfində oturub qaz vurub qazan dolduran Venezuela olur. Ölkəyə su kimi axan neft pullarının hesabına ağla sığmaz infrastruktur layihələri həyata keçirilir. Yollar, körpülər, şəhərlər salınır. Gözlərini qara qızıl tutmuş Venezuela rəhbərləri bu dövranın daim davam edəcəyini düşünərək qara günə arxaya bir qəpik də atmadan gələn bütün pulları ya mənimsəyir, ya da nəyə gəldi xərcləyir. 1980-ci ildə isə digər iki iri neft ölkəsi İranla İraq girir bir-birinə və neft qiymətləri yenə də çıxır kəllə çarxa. Venezuela isə kef edir. Amma 1985-ci ildə digər neft nəhəngi Saudiya Ərəbistanı OPEC qarşısında götürdüyü öhdəlikləri pozaraq neft ixracı məhdudiyyətini ləğv edir və bazarı neftlə doldurur. Qiymətlər yenə də 3 dolların altına düşür. Belə bir günün heç vaxt gəlməyəcəyini düşünərək yaşayan Venezuela ağlar günə qalır. Yüksək neft qiymətləri dövründə tamamilə neft iynəsinə oturmuş, gələn paralardan heç bir ehtiyat fondu yaratmamış və yüksək gəlirlərə görə yüksək də xərclərə öyrəşmiş Latin Amerikası ölkəsi dərin iqtisadi böhrana batır. Maaşlar və pensiyalar ödənmir. Xalq bir anda səfil duruma düşür. Hökumət əvvəlcə xarici borclar hesabına vəziyyəti düzəltmək istəsə də neft qiymətlərinin aşağı qalması və nəticədə ölkənin gəlirlərinin daha da azalması durumu lap pisləşdirir. Əlavə pul çap etmək cəhdi isə inflyasiyaya səbəb olur. 1990-cı illərin əvvəllərində hələ bir neçə il əvvəl dünyanın ən varlı ölkəsindən dibə yuvarlanan Venezuelada səfalət və rüşvətxorluq insanlarda dərin narazılığa səbəb olur. 1992-ci ildə Venezuela ordusunun xüsusi təyinatlı hissələrinin komandanı gənc polkovnik leytenant Rövşən Cavadov, Hugo Chavez hökumətə qarşı qurduğu MBR 200 təşkilatının iştirakı ilə ard-arda 2 hərbi dövlət çevrilişinə cəhd həyata keçirilir. Nəticədə heç nə alınmır, Chavez isə həbs edilir. Polkovnik hakimiyyəti ələ keçirə bilməsə də cəmaatın ürəyini qazana bilir. Hamı ona qurtarıcı Bolivar kimi qibtə edir. Xalq qəhrəmanı kimi soraq çəkən Chavezin yanına peredaçanı isə o zamanlarda ondan sonra da heç kimin elə də tanımadığı avtobus sürücüsü Nicolas Maduro gətirirmiş. Nə başınıza ağrıdım? Chavez 2 il yatandan sonra türmədən xalq qəhrəmanı kimi çıxır. 1998-ci ildə isə namizədliyini prezident seçkilərində irəli sürür və inanmayacaqsınız, amma bəli, qalib gəlir. Hakimiyyətə gələr-gəlməz siyasətdən başı çıxmayan Chavez neft sektorunu milliləşdirir və Amerikan şirkətlərini ölkədən qovur.
Amma artmağa başlayan neft qiymətləri fonunda ölkə yavaş-yavaş özünə gəlməyə başlayırdı. Chavez hökuməti beynəlxalq məhkəmələrdə qanunsuz milliləşdirməyə görə işləri uduzsa da, xalq bunu özünə qarşı imperializmin təhdidi kimi qəbul edir. Chavezin isə başı həm hərfi, həm də dolayı mənada gedir. O özünü Cənubi Amerikanı İspaniya müstəmləkəçiliyindən azad etmiş Simon Bolivarın reinkarnasiyası elan edir. 2011-ci ildə isə özünü ölümsüz hesab edən Hugo Chavez də xərçəng aşkar olunur. O özü bunun imperialistlərin gizli şüalarının nəticəsi olduğunu iddia edir. Deyirəm də baş getmişdi. Bu ərəfələrdə o həbsi dövründə ona yemək gətirən və hakimiyyətə elə də iddiası olmayan Nicolas Maduronu yanına çəkir və özünün varisi elan edir. Chavezin ölümündən sonra 2013-cü ildə keçirilən seçkilərdə Maduro prezident seçilir. Amma heç bir ali təhsili olmayan, keçmiş avtobus sürücüsü, ən böyük uğuru vaxtında türmədə yatan məşhur hərbiçiyə yemək daşımaq olan Maduro, ölkə başçısı olaraq sadəcə Hugo Chavezin uğursuz kölgəsi olmaqdan o yana keçə bilmir. Neft qiymətləri Maduronun vaxtında azalmağa başlayır. Bu da cəmaatın hökumətə qarşı etiraz aksiyalarına səbəb olur. Bundan başqa heç bir siyasi, tarixi, idarə etmə savadı və fəhmi olmayan Maduro böyük qardaş ABŞ-la da münasibətləri düzəltmək əvəzinə daha da kəskinləşdirmək yolunu tutur. Ölkədə repressiyaları gücləndirir, etirazları qəddarlıqla yatırır və ən əsası ölkəni ABŞ-a düşmən və rəqib ölkələr üçün açır. Nəticədə Həmas və Hizbullah Venezuelada at oynatmağa başlayır, Rusiyanın Wagner və bənzəri özəl hərbi şirkətləri bazalar qurur, Çində istehsal olunan sintetik, qonşu Kolumbiya və Meksikada qablaşdırılan təbii özünüz bildiniz hansı maddələr isə Venezuela üzərindən ABŞ-a ötürülür. Bütün bunlar da gətirib ona çıxarır ki, 2 ay bundan əvvəl özünün Danro doktrinini elan etmiş və diqqətini Qərb yarımkürəsindəki məsələlərin həllinə yönəltmiş Donald Trump gəlib adamı gecə yatdığı yerdən arvadı ilə bir yerdə hop deyib götürür.